Alstığı gördüsünüz, sanki rəsmi bir geyimdə o gimnastika yarışlarına gəlib, amma bu təbii ki bir elementdir, geyimin üzərində olan mozaikalardır. Emir Hatice Gökçe, bir də xatırladaq, bu gimnast Türkiyəni təmsil edir. Və nəzərə alsınlar, ölkədə yenicə inkişaf gimnastikası üçün. Mənə bir şey maraqlıdır, bax, indi Hindistan idmançısı çıxış etməlidir. Onun adı isə sadəcə olaraq Manya bir adla göstərilir. Mən bunu maraqlanmışdım Hindistanın gimnastından. O sadəcə soyadını istifadə etmədiyini söylədi və Hindistanda belə bir qayda var ki, tək adla çağırılsınlar. Tək adla da özünü ifadə edə bilər. Bəli, Manya adlı gimnast, görək indi bu gimnast kimdir? Bir qədər sonra ekranlarımıza gələcək. Ona qədər isə biz Emir Hatice Gökçe'nin çıxışından təkrar kadrlara baxırıq. Çox maraqlı geyimdə, maraqlı illüstrasiyalı bir geyimdə səhnəyə çıxmışdı Emir Hatice Gökçe. Özünə görə də yaxşı nümayiş etdirdi çıxışını, həm artistizm baxımından, həm çətinlik baxımından. Və Zihan Van aşağı səviyyəli bir çıxış oldu. Nəticəsi də yəqin ki aşağı olacaq Hindistanlı gimnastın. Emir Hatice Gökçe